Tam orta təhsil səviyyəsi üzrə mart ayının əvvəllərindən keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub. Qazax Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəmkir rayonunun ümumi təhsil məktəblərinin 11-ci sinif şagirdlərindən 3734 nəfər buraxılış imtahanında iştirak edib. Şəmkir rayonunun Qaracəmirli kənd Afiq Əsədov adına bir saylı tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Nuridə Quliyevanın sözlərinə görə tədris ocağında 661 nəfər şagird təhsil alır. Cari ilin buraxılış imtahanında 56 nəfər 11-ci sinif şagirdi iştirak edib. Həmin təhsil alanlardan 3 nəfəri 200 baldan yuxarı toplayıb. Konkret adlara gəldikdə Səbinə Hüseynova 283, Şahanə Mərdanova 210, Zibər Tanrıverdiyeva 203 bal yığıb. Məktəbin 10 şagirdi isə 150 baldan yuxarı nəticə göstərib. Şəmkir rayonu Qaracəmirli kənd Cəlil Bayramov adına tam orta ümumi təhsil məktəbinin 2024-2025-ci tədris ilində 27 nəfər şagird bitirib. Martın 2-sində keçirilən buraxılış imtahanında 2 nəfər 200 baldan yuxarı nəticə göstərib. Tədris ocağı üzrə ən yüksək 234 balı 11A sinifində təhsil alan Xədicə Əhmədzadə toplayıb. 11-cilərdən Güləbatın Qasımovanın 230 bal yığması da yüksək qiymətləndirilir. İmtahana 3 il idi hazırlaşırdım. Buraxılış imtahanı məlum Azərbaycan dili, İngilis riyaziyyat və xarici dil imtahanından idi. Buraxılış imtahanına qədər olan üstünə daha ciddi şəkildə belə deyək də hazırlaşırdım. 3-cü qrup ixtisasına hazırlaşmaq istəyirəm. Əlavə olaraq tarix ədəbiyyatdan da gedirdim. Bacardığım qədərilə bu 5 fənni sistemləşdirirdim ki, vaxtım düz çatsın, həm də istədiyim nəticəni əldə edeyim. Çox şükürlər olsun ki, əldə etdim. İnşallah gələcəkdə Azərbaycan İqtisadi Universitetində beynəlxalq münasibətlər ixtisasını təhsil almaq istəyirəm. Birinci qrupa hazırlaşıram, 230 bal topladım. Bu bal toplamaqda məqsədim əlbəttə ki, ali təhsil müəssisəsinə qəbul olmaqdır. Bakı Dövlət Universitetinin Riyaziyyat Fakültəsini istəyirəm, inşallah qəbul olaram. Daha çox bal hədəfləyirdim əslində, amma 230 da demək olar ki, hədəfimə yaxın oldu. Çox şükür, inşallah bundan sonraki imtahanların daha yaxşı nəticələnir. Şəmkir rayonu Düzqışlaq kənd Səməd Vurğun adına tam orta ümumi təhsil məktəbində 11-ci siniflərdən 91 nəfər məzun olacaq. Martın 2-sində keçirilən buraxılış imtahanında məktəbdən 12 nəfər 200 baldan yuxarı nəticə göstərib. Ən yüksək balı 282 balı 11B sinif şagirdi Şəfiqə Yusifova toplayıb. Bu ilki buraxılış imtahanları üzrə ən yüksək nəticəni əldə etmişəm məktəbimiz üzrə. Belə ki, mənim məqsədim buraxılış imtahanlarında 300 bal əldə etmək idi, amma ona nail olmasam da 300 bala yaxınlaşaraq 282 bal toplamışam. Buna da şükür. Mən indiki hədəfim isə blok imtahanlarında maksimum nəticə olan 400 balı əldə etməkdir. Bir də ki, mən Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinə hazırlaşıram. Qeyd edək ki, Şəmkir rayonunda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 76 şagirdi buraxılış imtahanında 250-dən artıq bal toplayıb. Statistikaya görə 197 nəfər isə 200-249 bal arası nəticə göstərib.